Əziz dostlar, demək olar ki, mən tələbəlik illərində şeir yazmağa başlamışam və yazdığım şeirlərin əksəriyyəti sevgi mövzusunda olub. Sonralar isə təbiət, cəmiyyət, insanlar haqqında bir sıra şeirlər yazmışam. İndi həmin illərdə yazdığım şeirləri vərəqləyəndə əlbəttə ki, deməli bir şeir də Ay Sevgilim adlı şeir əlimə keçdi və həmin şeiri sizə təqdim edirəm. Ay sevgilim, gəl biz çıxaq bu dağlara, qonaq olar yaylaqlara, baxaq axan bulaqlara, salam verək qonaqlara. Bulaqlara qonaq olsan, sərin sular nəğməsini oxuyacaq, təbiətə dönüb baxsan, əsən külək saçlarına toxunacaq. Bağçalarda qonaq olsan, qucaq-qucaq gül dərərsən, sənin ətrin, çiçək ətri qoşalaşar, bu yerlərdə hey dolaşar. Buludlara dönüb baxsan, yağan yağış güclənəcək, qayalara dönüb baxsan, saf təbiət gəlişinə sevinəcək. Ceyran cüyür qayalardan, dərələrə üst tutacaq, dəstə-dəstə uçan quşlar şən nəğmələr oxuyacaq. Bilirsənmi, bu yerlərin ağsaqqalı səni görsə nə deyəcək? Gözəl qızım, sən gözəlsən, halallıqdan yoğrulmusan, saf sulardan güc almısan, ona görə sən gözəlsən. Qardaş xan da bu sözlərdən sevinəcək, sevən qəlbi sənə baxıb öyünəcək, əllərini ona tərəf uzadanda, məhəbbətin sənin ilə bölüşəcək.